dostlar, xoş gördük hər birinizi. Yenə Dövlət İmtahan Mərkəzinin test toplusunun növbəti mövzusunun izahına baxırıq. Mövzumuz Azərbaycan 20-ci əsrin əvvəllərində və 1-ci Dünya müharibəsi illərində. İlk sualımız Azərbaycanlılardan ibarət Tatar süvari alayı yarandı nə zaman? Deməli, Tatar süvari alayı 1914-cü ilin avqustunda 2-ci Nikolayın fərmanına əsasən Qafqaz yerli süvari diviziyası yarandı və bu Qafqaz yerli süvari diviziyasının Azərbaycanlılardan ibarət hərbi dəstəsi, hərbi hissəsi Tatar süvari alayı adlanır. Sonralar da Tatar süvari alayı Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun yaranmasında iştirak edəcək. 1914-ün avqust ayında yaranıb. Birinci Dünya müharibəsi illərinə düşürmü? Bəli, Birinci Dünya müharibəsi başlayıb 1914-ün iyulunda, bitib 1918-in noyabrında. A doğrudur. Birinci Rus inqilabı 1905-1907-dir. Göyçay ətrafındakı döyüşün gedişində, Göyçay ətrafındakı döyüş 1918-in deməli iyun və iyul aylarındadır. Rus-Yapon müharibəsi 1904-1905, İkinci Dünya müharibəsi illərində 1939-1945 yox. Birinci Dünya müharibəsinin gedişində yaranıb 1914 avqust ayında. Şimali Azərbaycanda 1904-cü ildə müştərək müqavilə bağlandı. Kimlərlə? Fəhlə Deputatlar Soveti ilə neft sənayetçiləri arasında yox. Fəhlə Deputatlar Soveti 1905-in noyabrında yaranıb. Fəhlələrlə ipək sənayetçiləri arasında ipək yox, neft, dəmir yolçularla kapitalistlər arasında xeyr, fəhlə nümayəndələri ilə neft sənayetçiləri arasında bəli, misərtimə sənayesində çalışan fəhlələrlə yox. Mazut konstitusiyası adlanır. 1904-də qəbul olunub. Mazut istehsalının artırılması barədə sahibkarlar arasında bağlanan müqavilə yox, sahibkarlarla fəhlələr arasında bağlanıb. İran inqilabının gedişində qəbul olunmuş konstitusiya İran inqilabı 1905-1911-də və Cənubi Azərbaycana aiddir. Bakıda neft sənayetçiləri ilə fəhlələr arasında imzalanan müştərək müqavilədir. Mazut istehsal edən sahibkarlara verilən hüquqlar deyil, 1905-ci ildə də qəbul olunmayıb, 1904-də qəbul olunub. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvələri ziyalılarımızdır, yerli sahibkarlarımızdır. Fəhlə sinifi onların siyasi təşkilatları yox, milli burjuaziya, bəli, yerli sahibkarlar, neft sənayetçiləri və demokratik ziyalılar doğrudur. Kənd varlıları yox, kənd şəhər yoxsulları yox, deputatlar da deyil. Doğru cavab B variantı. 20-ci əsrin ilk 10 illiyində Azərbaycanlara qarşı törədilən milli qırğın siyasətinin qarşısını almaq məqsədi ilə yarandı. MAQ yox, MAQ 1962-dir. Hümmət də deyil. Deməli, difaidir, müdafiə ittifaqdır. Difai 1906-cı ildə Türk Ədəm Mərkəziyyət Partiyası yox. O proqramdan çıxış etmir. Milli qırğın siyasətinə qarşı yaranan bizim partiyalar difai müdafiə ittifaq. Bakıda 1918-ci ilin martın axırlarında bolşeviklərin milli qırğın törətməkdə bir neçə məqsədi var idi. Bakını ələ keçirmək, Azərbaycanı işğal edib möhkəmlənmək, daha sonra xalqımızın milli azadlıq hərəkatını boğmaq və müsavatın bazasını zəiflətmək idi məqsədi. Ərzincan barışığının şərtlərini ləğv etmək yox, menşeviklərin üstünlüyünü təmin etmək deyil, müsavatın sosial bazasını zəiflətmək, Azərbaycanı işğal etmək və eyni zamanda milli azadlıq hərəkatımızı boğmaq, ingilislərin Bakını tutmaq planlarını pozmaq yox, Osmanlı dövlətinin Bakıya müdaxiləsinin qarşısını almaq da deyil. Doğru cavab oldu C variantı. Birinci Dünya müharibəsi illərində Səməd bəy Mehmandarov Yaponlara qarşı döyüşdə iştirak edib, lakin Rus-Yapon müharibəsində Birinci Dünyada yox. Ona görə anı çıxıram. Brusilov hücumunda iştirak edib. Yox, iştirak etməyib. Petrograd şəhərinin toplarla müdafiəsini təşkil edən Şıxlinskidir. Hərbi təyyarəçi olan Fərux Ağa Qaybovdur. Brilyantla bəzənmiş Georgi silahı ilə təltif olunub amma bəli. Birinci Dünya müharibəsi Fərux Ağa Qaybov. Qafqaz cəbhəsində gedən döyüşlərdə iştirak etməyib, Qərb cəbhəsində iştirak edib. Sarıqamış döyüşündə qəhrəmanlıq göstərib, yox, iştirak etməyib. Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu, ordenlə bəli. Fərux Ağa Qaybov təltif olunub. Qaradəniz hərbi donanmasını səmadan qoruyarkən həlak olmuşdu, yox, Qərb cəbhəsində. Brusilov hücumu zamanı düşmənin müdafiə xəttini yararkən həlak olmuşdu, yox. Cənubi Qafqazda həyata keçirilmiş 1912-1913-cü illər aqrar qanunlarına görə sahibkar kəndlər mükəlləfiyyət daşımaqdan azad oldu. Elə budur. Dövlət kəndlərinin bir yerdən başqa yerə köçmək hüququ 1853-də ləğv olub. Bu islahatla əlaqəli deyil. Kəndlərin bəylərdən asılılığı rəsmiləşdi 1847-də. Bəylər kənddə inzibati məhkəmə işlərindən kənarlaşdı 1865
Kənd Cəmiyyətləri Əsasnaməsində dövlət kəndlilərinə icma torpaqlarının nəsli istifadə hüququnu verən də 1900 islahatıdır. Birinci Dünya Müharibəsinin başlamasından 3 il sonra 1914-də başlayıb 3 il sonra 1917. Sarıqamış əməliyyatı 1914-1915. Təbrizdə Alman kapitalına məxsus xalça şirkəti 1912. Rusiyada monarxiyanın devrilməsi 1917-nin bəli fevralında C variantı. Rusiyanın Osmanlı İmperiyasını müharibə elan etməsi 1914-dür. Rusiyanın Osmanlıya müharibə elan etməsi. Hümmət 1904-cü ilə aiddir. 10 olacaq C variantı. Sarıqamış əməliyyatının başlamasından 4 il sonra, başlaması 1914-dür. 4 il sonra 1918. Romanovlar sülaləsi devrilir 1917-də. Birinci Dünya müharibəsi bitir 1918-də, düzdür. İlk Azərbaycanlı təyyarəçi Qayıbov Qərb cəbhəsində uğurlu döyüş əməliyyatı keçirdi 1916-da. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi 1920-də, Soma döyüşü 1916. 1906-cı ildə Cənubi Azərbaycanda qanunverici hakimiyyət orqanı kimi fəaliyyət göstərir. Əncümənlərdir bunlar, asan sualdır. Şimali Azərbaycanda ilk siyasi partiya və cəmiyyətin yaradılmasını başlamışdı nə zaman? 19-da başlamır, 20-ci əsrin əvvəllərində başlayır. 19-un ortaları yox, ilk siyasi partiyalardan gedir söhbət. Fevral inqilabından əvvəl formalaşıb. Azərbaycan Xalq Cümhuriyyəti elan olunması nəticəsində yox, ondan əvvəl də yaranmışdı. 20-ci əsrin əvvəllərində, bəli. Şimali Azərbaycanda 1-ci Rus inqilabı dövründə yaranmışdı. Yəni 1905-1907. Hümmət 1904-dür, Qeyrət 1905 aiddir. Müsavat 1911, Müsəlman Gənclik 1903, Türk Ədəmi Mərkəziyyət 1917. Çarizmin Şimali Azərbaycanda dövlət kəndlilərinin torpaq münasibətlərini qaydaya salmaq üçün gördüyü tədbir. İki tədbir var, 1900 və 1903 əlavəsi əsasnaməsi. Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanunun qəbul olunması elə budur. Kənd cəmiyyətləri 1865 dövlət kəndlilərinə aid deyil. 1870-də sahibkar kəndlərə aiddir. Kəndlərin təhkimləməyinin ləğvi, təhkimli deyil, biz iqtisadi cəhətdən asılıyıq. Vahid kənd idarəsinin yaranması bu da 1865-dir. Şimali Azərbaycanda sahibkar kəndlilərin müvəqqəti mükəlləfiyyətli münasibətlərindən azad oldu 1913-cü ildə, yəni 12-13 aqrar islahatlarındadır. C variantı, bu da tan sualdır. 19-cu əsrə aid deyil. Tağıyevin teatr binası 1883, bu aiddir. İlk dəfə Qafqaz canşinliyi ilk dəfə təsis olunub 1844-dən. 2 mərhələlidir. Birinci mərhələsi 1844, 1883-dür. İkinci mərhələsi isə 1905-də bərpa olur, 1917-yə qədər davam edir. Bakıda ilk qiraətxananın açılması 1894, Rusiya Müsəlman İttifaqının yaranması bu 1905-dir. Ona görə D olacaq cavab, Rusiya Müsəlman İttifaqı. Şimali Azərbaycan Milli Teatrının əsasının qoyulması Milli Teatr 1873-dür. Doğru cavab 17-də D variantıdır. Daha sonra 18-ə baxıram. Uyğunluq pozulmuşdu. Tatar süvari alayı təşkil olunmuşdu 1-ci Dünya müharibəsi ərəfəsində yox. Bunu qeyd etdim ki, gedişində. Gedişi. Elə A-da pozulub. Azərbaycanda 1-ci Dünya Dumaya seçkilər keçirilmişdi 1906-da, bəli. Qafqaz canşinliyi yenidən bərpa oldu 1905-də. Xüsusi Cənubi Qafqaz Komitəsi təşkil olundu 1-ci Dünya müharibəsi illərində 1917-nin martında. Bakıda müvəqqəti hökumətin yerli hakimiyyət orqanı İctimai Təşkilatların İcarəyə Komitəsi yaranmışdı 1-ci Dünya müharibəsi dövründə, bəli, 1917-də. Uyğunluq gözlənilib. 1-ci Dünya müharibəsi dövründə Müqəddəs Georgi ordeni ilə təltif olunan ilk Azərbaycanlı təyyarəçi Fərrux Ağa Qayıbovdur, düzdür. 2-ci Dünya müharibəsi dövründə böyük şöhrət qazanmışdı Səməd bəy Mehmandarov, 2-də yox, 1-də. Qafqaz yerli süvari diviziyası yarandı 1-ci Nikolayın əmrinə yox, 2-ci Nikolayın əmrinə əsasən. Sarıqamış əməliyyatı Osmanlı qoşunlarının qələbəsi ilə yox, Rus qoşunlarının qələbəsi ilə bitir. 1-ci Dünya müharibəsində böyük şöhrət qazanmışdı Mehdi Hüseynzadə, 1-də yox, 2-də. Uyğunluq pozulub. Sarıqamış əməliyyatı olmuşdu 1-ci Dünya müharibəsi illərində, doğrudur. Cənubi Azərbaycanda erməni Aysor quldur dəstələri soyqırım törətmişdi 1918-də, 20-də yox. Hüseyn xan Naxçıvanski iştirakçısı olmuşdu 1-ci Dünya müharibəsində, bəli, Naxçıvanski 1-ci Dünyada iştirak edib, düzdür. Əliağa Şıxlinski Peterburqun toplarla müdafiəsinə rəhbərlik etmişdi 1-ci Dünya müharibəsində, bəli. Tatar süvari alayı təşkil olunmuşdu 20-ci əsrin 10-cu illərində, bəli, 1914-də.
Uyğunluq gözlənilmişdi. Tatar süvari layihə təşkil olunmuşdu 1-ci Dünya müharibəsi ərəfəsində yox, gedişində. Sarıqamış əməliyyatına məğlub olmuşdu ruslar, qalib gəlmişdi. İlk Azərbaycanlı təyyarəçi İbrahim Ağa Vəkilovdur. İlk Azərbaycanlı təyyarəçi İbrahim Ağa Vəkilov deyil, ilk Azərbaycanlı təyyarəçi Fərux Ağa Qayıbovdur. Rus qoşunları Təbriz işğal etdi 1916-da yox, 1915-də. 1-ci Dünya müharibəsində Georgi silahı ilə təltif olunmuşdu Mehmandarov. Bəli, doğrudur. Azərbaycan tarixinin 1900-1912-ci illərdə baş vermiş oxşar hadisə. Dövlət Dumasına seçkilərin keçirilməsi 1912-də keçirilib. Fəhlələrlə sahibkarlar arasında müştərək müqavilə yoxdur, yox. Müştərək müqavilənin imzalanması yoxdur. Aqrar qanunların verilməsi, aqrar qanunlar bəli, dövlət kəndlərinə aid aqrar qanun 1900-də, sahibkara aid 1912-də. İqtisadi böhranın baş verməsi, dünya iqtisadi böhran Azərbaycan təsir göstərmişdi. İnzibati islahatın həyata keçirilməsi, İnzibati islahat da yoxdur, yox. Şimali Azərbaycanda 1870-1912 aqrar qanunları sahibkarlara aiddir. Elə A variantı doğru cavab. Qanunlar yalnız dövlət kəndlərinə aiddir, yox, sahibkarlara aiddir. Kəndlilərin feodaldan asılılıq azad olunması bu 70-dədir. Verilən pay torpağın kəndlərin xüsusi mülkiyyətinə haqqı ödənilmədən keçir, yox, haqqı ödənilir. Torpağın satın alınmasının məcburi olması bu da 12 aqrar islahatındadır. Şimali Azərbaycan 1907-ci il tarixi üçün səciyyəvi idi. 3-cü Dövlət Dumasının seçkilərinin keçirilməsi elə bu 1907-də keçirilib. 1-ci Dövlət Dumasının seçkiləri 1906-dır. Azərbaycan müəllimlərinin 1-ci qurultayı 1906-dır. Bakıda Fəhlə Deputatlar Sovetinin yaranması 1905-in noyabrıdır. Qafqaz Canşininin yaranması 1844. Doğru cavab oldu A variantı. Şimali Azərbaycan 1906 tarixinə aiddir. Hümmət 1904, Müsavat 1911, 1-ci Dumaya seçkilər keçirilib 1906-da. Müsəlmanlıq İttihad Partiyasının yaranması, 1905-dir. Əyalət əncümənlərinin yaranması Cənubi Azərbaycanda 1906-da. Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixini səciyyələndirir. Dövlət kəndlərinin bir yerdən başqa yerə köçmə hüququnun ləğvi 1853. Sahibkarların kəndlər üzərində polis və məhkəmə hüququnun ləğv olunması 1865 Kənd Cəmiyyətləri Əsasnaməsi. Sahibkarların kəndlər üzərində polis və məhkəmə hüququ alması 1846-da alırlar və 1847-də də var, 65-də ləğv olur. Kəndliyə 5 desiyatin yaralı torpaq payı verilməsinin nəzərdə tutulması haqqında qanun. Bu qanunlar 1847-1870-dədir. Ölkə ərazisində qaçaq hərəkatının geniş yayılması, bəli, qaçaq hərəkatı 19-un sonu 20-nin əvvəllərində geniş yayılıb. 26 Y variantıdır. 27. İkinci Dumada iştirak edən şəxsləri soruşur bizdən, deputatları. Şahtaxtinskini verib Xas Məmmədov, Mahmudov, Əliyev yox, Ağayev yox, Ziyadxanov, üzr istəyirəm, ikinci Dövlət Dumasını istəyir, Ziyadxanov birincədədir. Ziyadxanov deyil, Haqverdiyev deyil, Xoyskidir. Xoyskini verib Şahtaxtinski, Məmmədov, Mahmudov olacaq indi burada. Ziyadxanov 1-də, Muradxanov yox, Əliyev, Ağayev yox, doğru cavab A-dır. Şahtaxtinski, Xas Məmmədov, Mahmudov. İndi burada olacaq Zeynalov. Xoyski, Məmmədov, Mahmudov, Zeynalov. Şahtaxtinski olacaq. Xoyskini verib, Şahtaxtinskini verib, Mahmudov verib, Zeynalov, bir də Xas Məmmədov olacaq. 1906 yanvarında Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının 2-ci qurultayında Rusiyanın ilk konstitusiyası qəbul olunmur, yox. Bakıda Müəllimlər İnstitutunun yaradılması tələbi irəli sürülür, belə tələb irəli sürülmür. Müsəlman İttifaqı adlı təşkilatın yaranması bu 1-ci qurultaydadır. Müsəlman İttifaqı adlı təşkilat yaranır 1-ci qurultayda. Müsəlman İttifaqı adlı təşkilatın proqramı və nizamnaməsi 2-ci qurultayda qəbul olunur. Müsəlman İttifaqına rəhbərlik etmək üçün daimi yer Bakı olan Mərkəzi Komitənin yaradılması qərarı alınır. Bu da 3-cü qurultayda. Doğru cavab 32-dədir. 33. Cənubi Qafqaza dair Çar hökuməti tərəfindən verilən 1912-ci il aqrar qanununun əsas məzmunu. Sahibkar kəndlərinə 5 desiyatin torpağın ayrılmasına başlaması yox. Bu 1847-1870 islahatlarıdır. Torpağın bir hissəsinin bəylərin əlindən tacirlərin və sənayeçilərin əlinə keçməsi yox. Vahid məhkəmələrin yaranmasının aqrar qanunla əlaqəsi yoxdur. Sahibkar kəndlərinin pay torpaqlarının məcburi şəkildə satın alınması bəli. Kəndi icmaların ləğvi yox. 1900-cü il Çar hökuməti tərəfindən verilmiş Cənubi Qafqaz dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun mahiyyəti nədir? Dövlət
kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ verilir. Bəli. 34A variantıdır. 1900-də nəsli istifadə hüququ verilir. 1903-cü ildə isə əsasnamədə bu istifadəyə verilən torpaqların sərhədləri müəyyənləşir. Dövlət kəndlərinin sahibkar kəndlərinə çevrilməsinə şərait yaratmır. Dövlət kəndlərinin bütün vergi mükəlləfiyyətlərindən azad ola bilməz əlbəttə ki. Dövlət kəndlərinin torpağa təhkim olunması yox. Dövlət kəndlərinin təhkimçilikdən azad olunması yox. Bizdə təhkimçilik yox idi. Bizdə iqtisadi cəhətdən asılılıq var idi. Dövlət kəndlərinə icma torpaqlardan nəsli istifadə hüququ verildi 1900-cü ildə. Sərhədlər müəyyənləşdi 1903-də. Torpaqların məcburi sürətlə satın alınması haqqında qanunun verilməsi bu sahibkarlara aiddir. 1847 sahibkarlara aiddir. 65-in dövlətlə əlaqəsi yoxdur. 70 də sahibkarlara aiddir. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunla bəli. Bu 1900-cü ildə verilib. 1912-1913-cü illər aqrar qanunları nəzərdə tuturdu. Nəyi? Kəndlərin mülkədarlardan şəxsi asılılığını daha da gücləndirmək yox. Asılılıq ləğv olur. Şəxsən asılılıq yoxdur. Bizdə iqtisadi cəhətdən asılılıq var. Sahibkar kəndlərin şəxsi asılılıqdan azad edilməsinin ləğv olunmasını yox. Dövlət kəndlərinə aid deyil. Kəndlərin kənddən çıxmasını və muzlu fəhləyə çevrilməsini çətinləşdirməyi yox. Sahibkar kəndlərin torpaq pulunu 20 il ərzində dövlət xəzinəsinə ödəməsi bəli, Y variantı. 1912-ci il tarixli aqrar qanunu nəzərdə tuturdu. Dövlət kəndlərinin istifadəsində olan pay torpaqlarının onların şəxsi mülkiyyətinə keçməsini, bəli, şəxsi mülkiyyətinə çevirə bilirdilər. Doğrudur. A olacaq. Bir dəqiqə. Dövlət kəndləri, çox üzr istəyirəm. Dövlət yazıb burada. Bax, diqqətli olmaq lazım. Dövlətə aid deyil, axı sahibkara aiddir. Zaqatala dairəsinin kəndlərinə əlavə pay torpaqları verilmir. Dövlət kəndlərinə aid deyil. Sahibkar kəndlərinin pay torpağının məcburi sürətlə satın alınması, bəli, öz mülkiyyətinə çevirməsi, xəzinə torpaqlarının icma üzvlər arasında bölünməsi, onları otlaq və meşələrdən pay ayrılması yox. Doğru cavab 37-də D olacaq. 38. 1912-1913-cü illər aqrar qanunlarının Şimali Azərbaycanda sahibkar kəndlər üçün nəticəsi. Pay torpaqları onların xüsusi mülkiyyətinə çevrildi. Bəli, satın alıb xüsusi mülkiyyətə çevirdilər yəni torpaqlarını. Vahid kənd dairəsi 1865-də yaranıb. İlk dəfə vergi mükəlləfiyyətlərinin miqdarı müəyyənləşmədi. Bundan əvvəl də var. Müvəqqəti mükəlləfiyyətli münasibətləri saxlanıldı, yox, ləğv oldu. İlk dəfə bəhrə vergisi tətbiq olunmayıb, bəhrə əvvəldə var. Birinci Dünya müharibəsinin gedişində baş vermiş Sarıqamış döyüşündə Rus ordusunun qələbəsinin səbəbi. Üstünlüyüdür, texniki üstünlüyü, hərbi cəhətdən üstünlüyü. Üçlər İttifaqının Rus qoşunlarına yardımı yox. İngilis generallarının Türk ordusuna vəd edilən köməyi etməməsi yox, belə bir vəd yox idi. İngilis-Fransız qüvvələrinin Dardanel boğazına hücum etməsi yox. Canlı qüvvəsinin və hərbi texnikasının çoxluğu əlbəttə ki, D variantı. Qacarların Rus ordusuna yardımı da yox idi. Doğru cavab 39-da olacaq D variantı. 40. Birinci Dünya müharibəsi illərində baş vermiş Sarıqamış döyüşünün nəticəsi 1914-də başlayır, 1915-də bitir və burada Rus Osmanlıya qalib gəlir. Osmanlı qalib gəlmir, Osmanlı qoşunu məğlub olur Rusa, bəli, B variantı. 1915-in yanvarında Rus qoşunları Cənubi Azərbaycana daxil oldu. Necə, nə vaxt? Sarıqamış döyüşündə qalibiyyətdən sonra Osmanlı çıxacaq Cənubi Azərbaycandan, Rus gələcək. İngilis qoşunları Cənubi Azərbaycanı tərk edəndə yox. Almaniyanın 1-ci Dünya müharibəsində məğlub olmasından sonra deyil. Sarıqamış əməliyyatındakı qələbədən sonra, bəli, qələbədən sonra Osmanlı gedir, Rus gəlir. 42. Birinci Dünya müharibəsinin əvvəlində Osmanlı qoşunlarının Cənubi Azərbaycandan çıxmasının səbəbi Osmanlı nəyə çıxdı Cənubi Azərbaycandan? Az öncə qeyd etdiyimiz kimi Sarıqamış əməliyyatında məğlub olduğuna görə. Almaniya ilə Osmanlı dövləti arasında hərbi ittifaqın pozulması yox, bu deyildi məsələ. Balkan cəbhəsindəki döyüşlərində Alman qoşunlarının məğlub olması yox. Nuru Paşanın öz hərbi qərargahını Gəncədən çıxarması, Rus qoşunlarının Şimali Qafqazdakı qələbəsi yox, Sarıqamış döyüşündəki qələbəsi və Osmanlıların məğlubiyyəti, nəhayət də Osmanlı Cənubi Azərbaycandan qoşununu çıxarır. 42 olacaq, Y variantı. 43. Mudros barışığına görə. Mudros barışığının şərti Azərbaycan, İngiltərə və Osmanlı dövlətinin birgə təsir altına düşməli idi. Yox, belə bir maddəsi yoxdur Mudrosun. Azərbaycan Osmanlı dövlətinin təsir dairəsində daxil edilməli idi. Yox, Osmanlı qoşunları Azərbaycandan çıxmalı idi. Azərbaycan Sovet Rusiyasının təsiri altında qalmalı idi. Yox. Azərbaycan İngiltərə təsirindən azad edilməli və tam müstəqillik qazanmalı idi. Yox, belə bir təsir də yoxdur. Doğru cavab 43-də olacaq.
C variantı. 44. Azərbaycanda Difai Partiyasının yaranmasının məqsədi. Difai Partiyasının yaranmasının məqsədi çarizmin milli qırğın siyasətinin, yəni erməni terrorunun qarşısını almaq, Difai Müdafiə İttifaq. Çarizm tərəfindən ermənilərin əli ilə Azərbaycanlılara qarşı törədilən qırğının qarşısını almaq. Bəli, A-dır. Asan sualdır 44. 45. 1917-ci il Qafqaz müsəlmanlarının Bakı qurultayında Rəsulzadənin bir təklifi var idi. O təklif də nə idi? Ərazi muxtariyyəti istəyirdi Rusiya müsəlmanlarına. Rusiya müsəlmanlarına ərazi muxtariyyəti hüququnun verilməsini tələb edirdi. Bəli, A variantı. 46. Rəsulzadə tərəfdarları Hümmət təşkilatından niyə uzaqlaşdı? Səbəbini bizdən istəyir. Mühacirət deyildi, yox. Bu təşkilatın bolşeviklərin təsiri altına düşməsi onları təşkilatdan uzaqlaşdırdı. Yəni, əsas cavab budur. Müsavat partiyasının yaratmaları yox, Çar hökumətinin təzyiqi deyil, siyasi fəaliyyətdən imtina etmələri yox. Doğru cavab bu partiyanın, təşkilatın bolşeviklərin təsiri altına düşməsidir. 20-ci əsrin əvvəllərində dünya iqtisadi böhranının Şimali Azərbaycanın neft sənayesinə təsiri. İstehsalın təmərküzləşməsi xeyli zəifləmişdi, yox, güclənmişdi. İnsarların istehsalda xüsusi çəkisi azalmışdı, yox, artmışdı. Emal edici müəssisələrin sayı artmışdı, yox, azalmışdı. Xırda və orta sənaye müəssisələri iflasa uğramışdı, doğrudur. Bakıda ilk dəfə ağ neft zavodu işə salınmışdı 19-cu əsrdə. Doğru cavab 47-də olacaq D variantı. 48. 20-ci əsrin əvvəlləri iqtisadi böhranın Şimali Azərbaycanın neft sənayesinə təsiri. Neft quyularının kəşfiyyat işlərinin həcmi artmışdı. Həcmi artmır, azalır. İstehsalda xırda orta sənaye müəssisələrinin xüsusi çəkisi artmışdı. Çəkisi artmışdı, yox, azalmışdı. Bakıda ilk ağ neft zavodu 19-cu əsr 20 deyil. İnsarların istehsalda payı azalmır, artır. İstehsalın təmərküzləşməsi prosesi zəifləyir. Bir dəqiqə. Yox, zəifləmir. Burada nə oldu cavab bəs? Nədirsə səhv baxdım. 20-ci əsrin əvvəlləri dünya iqtisadi böhranının Şimali Azərbaycan neft sənayesinə təsiri. Neft quyularının kəşfiyyat işlərinin həcmi artmışdı. Kəşfiyyat işlərinin həcmi artmır, yox, azalır. İstehsallı xırda və orta sənaye müəssisələrinin xüsusi çəkisi artmışdı, bu da azalır. İlk ağ neft zavodu 19-dur. İnsarların istehsalda payı artmışdı. Bunu azalmış kimi oxudum, artmışdı, bəli. Təmərküzləşmə prosesi zəif deyildi, güclü idi. 48 olacaq D variantı. 49. 1912-1913-cü illər Şimali Azərbaycanda həyata keçirilən aqrar qanunların məzmununa aiddir. Sahibkar kəndlərin icma torpaqlarına nəsli istifadə hüququnun verilməsi, yox, nəsli istifadə hüququ dövlət kəndlərinə aiddir. Dövlət kəndlərini buradan çıxıram, 12-13 islahatından. Sahibkar kəndlərinin pay torpaqlarında salınmış bağ yerləri əvəzində pul ödəməmələri, elə bu var bu islahatda. Müvəqqəti mükəlləfiyyətli münasibətlər saxlanmır, ləğv olur. Zəkatı halda dövlət kəndlərinin ödədiyi mükəlləfiyyətin ləğvi dövlət kəndlərinə aid deyil ki. 50. 1912-1913-cü illər Şimali Azərbaycanda həyata keçirilən aqrar qanunların məzmunu. Əkinçilik üçün yararsız torpaqların kəndlərin mülkiyyətinə pulsuz keçməsi elə budur, A variantıdır. Kəndlərə otlaq sahəsini almaq hüququnun verilməsi, yox. Otlaq meşə ala bilməzdir. Sahibkar kəndlərin dövlət xəzinəsinə olan borclarının ödənilməsi, ödənilmir. Sahibkar kəndlərinin dövlət xəzinəsinə olan borcları ödənilir, yox, ödənilmir. Su arxlarının kəndlərin xüsusi mülkiyyətinə keçməsi, yox, mülkədarın xüsusi mülkiyyətinə keçməsi. Kəndlərdə malcəhət vergisinin alınması, yox, malcəhət 47-70 islahatlarındadır. Başlaması buradan deyil, yəni. 50 olacaq A variantı. 51. 19-un sonu 20-nin əvvəllərində Şimali Azərbaycanda Çar ordusunda hərbi xidmətə çağırılırdı kimlər? Ali müsəlman silkinin nümayəndələr, zadəgan övladları ancaq. Mülkədar tabelisi adlanan kəndlilər, yox, əlbəttə ki, yox. Yalnız maldarlıqla məşğul olan yarımköçəri elatlar ümumiyyətlə, yalnız şəhər varlıları, sənətkarları yox, ali müsəlman silkinə mənsub olanlar, yəni zadəganlar, Cənubi Azərbaycanda kasıbkarlığa gələnlər yox. 19-un sonu 20-nin əvvəlləri Şimali Azərbaycanda Çar ordusunda hərbi xidmətə çağırılmırdı kimlər? Hərbi xidmətə çağırılmırdı. Hərbi vergi adlanan mükəlləfiyyəti daşıyan kəndlər. Bəli, 1887-ci ildə axı Çar Rusiyası bizim üzərimizə bir hərbi vergi qoydu. Hərbi vergi verənləri hərbi xidmətə çağırmırdılar. A variantı. Qeyri-müsəlman əhali yox, iştirak edir. Ali müsəlman silkinin nümayəndələri də iştirak edir. Rusiyanın ali və hərbi məktəblərində təhsil almayan ali müsəlman silkinin nümayəndələri yox.
çağırılır əlbəttə ki. Rusiya-Yaponiya müharibəsində iştirak edən ali müsəlman silkinin nümayəndələri. Yox, belə bir qanun yox idi. Doğru cavab A-dır ki, hərbi vergi alan mükəlləfiyyət daşıyan kəndlilər çağırılmırdı. 53. Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı, müvəqqəti hökumətin yerli hakimiyyət orqanı 1917-ci ildə yaranan ictimai təşkilatların icarəyə komitəsidir. 53C variantı. 54. Difai Partiyasının mətbuat orqanı İrşad qəzetidir. Cənubi Azərbaycanda əncümənlər hakimiyyət orqanı kimi ilk dəfə yaranıb məşruti hərəkatında 1905-1911 inqilabında. Görüm hansı var? Xiyabanidə yox. Xiyabanidə var, amma ilk dəfə orada yaranmayıb. Babil yox. Hərbi polis rejiminin iflasa uğraması yox. 2-ci dünya deyil. 1905-1911 inqilabı olmasa məşruti hərəkatı. Məşruti hərəkatı dövründə ilk dəfə. Birinci Dünya müharibəsi vaxtı Gədəbəy Misəridən zavodda çalışan qeyri-müsəlman fəhlələrə möhlət verilməsinin səbəbi nə idi? Nobel qardaşlarının sifarişini yerinə yetirməsi yox. Qeyri-müsəlman fəhlələrə çarizm etibar etməsi yox, etibar məsələsi deyil. Bu zavodun mülki əhalinin istehlak mallarına olan tələbatını ödəməsi yox, konkret səbəbi var. Hansı ki, bu zavodun hərbi sifarişi yerinə yetirməsi nəticəsində qeyri-müsəlman fəhlələrə möhlət verildi. Bəli, D variantı. Zavodun almanlara məxsus olması yox, məsələ bu deyildi. İcbari ibtidai təhsilə keçirilməsi təklifləri irəli sürüldü. 1906-cı ildə müəllimlərin qurultayında təhsilin ana dilində aparılması, eyni zamanda icbari təhsilə keçirilməsi təklifi irəli sürüldü. Ümumiyyətlə yox, müəllimlərin qurultayında. B variantı. Yeni tipli məktəblərin təhsil ocaqlarının açılması istiqamətində işlərin aparılması qərarı alındı. 17 Moskva qurultayında yox, belə bir təklif yoxdur. 1905 Ümumi Rusiya müsəlmanlarının 1-ci qurultayında yox, 3-cü qurultayda. Müsəlman Gənclik Təşkilatının proqramında yox, 1906 Ümumi Rusiya müsəlmanlarının 3-cü qurultayında bu məsələ öz əksini tapıb. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda pambıq təmizləmə ilə balıq sənayesinə aid ümumi cəhət Siemens qardaşına məxsusdur yox, Rus kapital üstün deyil. Xarici kapitalda üstün deyil, yerli kapital üstündür. İkisində də, pambıqda da, balıqda da. Nobel qardaşlarına məxsusdur yox. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda mis və neft sənayesinin ümumi cəhəti, burada da xarici kapital üstündür. Misdə, yəni Siemens qardaşları üstündür, neftdə yox. Milli kapital üstün deyil burada. Xarici kapital üstündür. Xarici kapitalın ilk dəfə nüfuz etməsi 19-dadır. Xarici kapitalın əsasını inkişaf etməsi, bəli, bu sahələrdə işləyən fəhəllərin icbari əməyinin ləğv olunması, icbari əmək 19-da ləğv olub. 61 olacaq deyə variantı. 62. Uyğunluq gözlənilib. Ermənilərin türk müsəlman əhaliyə qarşı qırğınının qarşısını almaq üçün yaranmış da hümmət yox. Hümmət deyil bu. 1917-ci ildə müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı idi Cənubi Qafqaz Seymi. Yox. İctimai Təşkilatların İcarəyə Komitəsi. Şimali Azərbaycanda ilk siyasi partiyanı yaratmışdı. Deməli, Rəfibəyov. C variantı yanlışdır. Bakı Fəhlə Deputatlar Soveti yaranmışdı 1-ci Rus inqilabı ərəfəsində yox. Bir dəqiqə. Gözlənilmişdir deyir. Bakı Fəhlə Deputatlar Soveti yaranmışdı 1905-in noyabrında. 1-ci Rus inqilabı da olub 1905-in yanvarında başlayıb 1907-də bitib. Ərəfəsi yazıb. Ərəfəsində yox, gedişində yaranıb Bakı Fəhlə Deputatlar Soveti deyə, ona görə yanlışdır. Şimali Azərbaycanda ilk siyasi təşkilat Rəsulzadə yaradıb, müsəlman gəncliyi yaradıb. Bəli, 62 olacaq Y. 63. Uyğunluq gözlənilib. 1904-də təşkil olundu müsəlman gəncliyi təşkilatı yox, 1903-də. Şimali Azərbaycanda ilk milli partiyanı yaratmışdı. Rəfibəyov. Bəli, Rəfibəyov yaratmışdı. Doğrudur. Ermənilərin türk müsəlman əhaliyə qarşı qırğınını qarşısını almaq üçün yaradılmışdı Difai Müdafiə İttifaq. 1918-28 mayda dağıldı Cənubi Qafqaz Seymi 26 mayda. Şimali Azərbaycanda hümmət təşkilatını qurmuşdu Şərifzadə yox, Rəsulzadə. Verilənlərin hər ikisinin həyata keçirilmişdi. Şimali Azərbaycanda sahibkar kəndləri mükəlləfiyyət daşımaqdan azad oldu. 12.913. 65-də yox, 12-13 aqrar islahatında sahibkar kəndlər onların xüsusi mülkiyyəti elan olunmuş pay torpaqlarını məcburi şəkildə satın alıb mülkiyyətə çevirməli idilər. Doğrudur. 12-13 islahatlarındadır, bəli. Verilənlərin hər ikisinin həyata keçirilmişdi nə zaman? Kəndlərin əvəzinə dövlət torpağının pulunu mülkədarlara bir dəfəlik ödəyirdi. Əkinçilik üçün yararsız torpaqlar kəndlərin mülkiyyətinə pulsuz keçirdi. Elə bu da 1912-dir, 1913 islahatlarıdır.
65B variantı. Bu da nədir? Bəli, məcbur surətdə satın alınmasıdır. Dövlət kəndlərinin torpaq quruluşu haqqında qanuna əsasən, dövlət kəndlərinə getmir burada söhbət. 70 də deyil, 47 də deyil. Reskriptdə 1846-dır. Biz danışırıq 1912-1913 aqrar islahatlarından. Müsavat Partiyası və Hümmət Təşkilatının oxşar cəhəti. Proqramlarında müstəqil Azərbaycan Respublikasının yaranması nəzərdə tutulurdu, yox, nəzərdə tutulmurdu. Mərkəzi Komitə Gəncə deyil, Bakıdır. 20-ci əsrin 10-cu illərində yaranan Müsavatdır 1911-də. Hümmət 1904-də 20-ci əsrin ilk 10 illiyində yaranıb, 10-cu illərində yox. Fəaliyyətində Rəsulzadənin yaxından iştirak etməsi edir. Azərbaycandakı Rus bolşeviklərinin təsiri ilə yaranıb, yox. Müsəlman Gənclik 1903, Hümmət 1904. Ümumi cəhət. 20-ci əsrin ilk 10 illiyinin ikinci yarısında yox, birinci yarısında yaranıblar. Birinci Rus inqilabının gedişində yaranıblar. Birinci Rus inqilabı 1905-1907. Bir dəqiqə. 7-dir. Yox. Burada yaranmayıblar. Rəsulzadənin iştirakı olub, bəli olub. Bolşeviklərin təşəbbüslə yaranmayıblar. Azərbaycan əhalisinin bolşevik daşnaqlarının törətdiyi qırğınlardan qorumur bu təşkilatlar. O təşkilatların adını saymışam. Rusiyada 2-ci və 3-cü Dövlət Dumasına aid ümumi cəhət. Nikolay tərəfindən buraxılır, yox. 2-ci Nikolaydır, 1-ci Nikolay deyil. 1-ci Dünya Müharibəsi illərində çağırılması 1907-də çağırılıb. 1-ci Dünya 14-18-dir, yox. Fətəli xan Xoyskinin deputat seçilməsi 2-yə və 3-ə yox. 2-nin 3-ün ümumi cəhətini istəyir bizdən. 20-ci əsrin 10-cu illərində fəaliyyətə başlaması 10-cu illərində yox, 20-ci əsrin ilk 10 illiyində fəaliyyətə başlayıb. İlk 10 illiyinin ikinci yarısında Xəlil bəy Xasməmmədov, bəli, 2-də də 3-də də deputat seçilib. Y variantı doğrudur. 1-ci Rus inqilabı dövründə Şimali Azərbaycanda 1905-1907. Müsəlman Gənclik 1903. Müəllimlərin birinci qurultayı ilə budur. 4-cü Dövlət Dumasına seçkilərin keçirilməsi 1912, Qafqaz müsəlmanlarının Bakı qurultayı 1917-nin apreli, Hümmət 1904. Yenə 1-ci Rus inqilabı yazıram. 1904, 5, 1907. 1905-1907 1-ci Rus inqilabı. Mazut 1904-dür, bu aid deyil. Difai 1906-dır, bu olacaq. Sahibkar kəndləri mükəlləfiyyət daşımaqdan azad oldu 1913. İlk dəfə Qafqaz canşinliyi 1844 ilk dəfəsi. Müsavat 1911. Doğru cavab elə 70-də olacaq, B variantı. 71. Əncümən adlanırdı. Silahlı üsyanın başlanma forması yox. Məşrutə hərəkatı illərində yaradılmış silahlı dəstələr yox. Silahlı dəstələr fədailərdir. Cənubi Azərbaycanda konstitusiyanın qəbul olunması uğrunda aparılan mübarizə forması. Şimali Azərbaycanda yayılmış etiraz forması da deyil. Əncümən Cənubi Azərbaycandadır və qanunverici orqan kimi fəaliyyət göstərir. 1-ci Dünya Müharibəsi dövründə, yəni 1914-1918, Naxçıvan General Qubernatorluğu 1918-in 19-cu istəyirəm fevralında, Difai Partiyası 1906-da, Azərbaycanda 4-cü Dumaya seçkiləri 1912-ci ildə keçirilib, Xüsusi Cənubi Qafqaz Komitəsi 1917-nin martında təsis olunub, Azərbaycan Kommunist Bolşevik Partiyası 1920-nin fevralında yaranıb. Ona görə 72 D-dir. 73. Xüsusi Cənubi Qafqaz Komitəsi devrildi 1917-nin oktyabrında. Mart soyuğu 18-də deyil, 17 oktyabr çevrilişindən sonra. Ərzincan müqaviləsindən sonra Ərzincanı bağlayan komissarlıqdır. Brest-Litovsk müqaviləsi yox. Xüsusi Cənubi Qafqaz Komitəsi yaranmışdı nə zaman? Bakı Xalq Sovetinin yaranmasından sonra bu yaranıb 1900, niyə 8 yazıram? 1918, 25 apreldə. Ondan sonra yaranmayıb baxı. Ondan əvvəl yaranıb 1917-nin martında yaranıb Xüsusi Cənubi Qafqaz Komitəsi. Oktyabr çevrilişindən sonra devrilib. Cənubi Qafqaz Seyminin yaranmasından sonra Cənubi Qafqaz 1918-in fevralında yaranıb Seym. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyasının təsis olunmasından sonra, fraksiyanın təsis olunmasından əvvəl. 2-ci Rus inqilabının qələbəsindən sonra, bəli, 1917-nin fevralında yaranıb da 74-7. 75. Vubrok bəyannaməsini imzaladığına görə həbs olunur. 1-ci Dumaya seçkilərdə deputat seçilmişdi. Kimdir bu? Xasməmmədov deyil, Yusifbəyli deyil. Muradxanov deyil, Ziyadxanovdur. Cəfərov yox, Ziyadxanov.
Uyğunluğu müəyyən edək. Əliyağ Şıxlinski, Səməd bəy Mehmandarov. Birinci Dünya müharibəsi dövründə Petrogradın toplarla müdafiəsi Şıxlinskidədir. A variantı. Gedir 1-ə. Birinci Dünya müharibəsində Georgi silah ilə təltif olunan Mehmandarovdur. Çarın yeganə müsəlman yavəri Naxçıvanskidir. Ordu qərargahında döyüş xəritələrinin hazırlanması kimi çox məsuliyyətli işə cəlb olunmuşdu. İbrahim Ağa Vəkilovdur. İlk Azərbaycanlı hərbi təyyarəçi Fərux Ağa Qayıbovdur. 1A, 2B'dir. Bu olacaq Y variantı 76. 77. Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illər tarixinə aid ümumi cəhət. Bu suallar qəbula çox düşür, hədsiz çox düşür. 1-ci Dünya 1914-1918. İngilis qoşunlarının ölkəyə daxil olması, bəli, 1-ci Dünya müharibəsinin gedişində şimala da, cənuba da həm İngilis qoşunları, həm də Osmanlı qoşunları daxil olub. SSR burada yoxdur. SSR 1922-ci ildə yaranıb. Milli hökumətin təşkil olunması, milli hökumət cənubda 1920-də təşkil olunduğuna görə bunu götürə bilmərəm. Amma Azərbaycan hökuməti təşkil olunub 1-ci Dünya müharibəsində. İlk siyasi partiya və təşkilatların yaranmağa başlaması bu 1-ci Dünya müharibəsindən əvvəl baş verib bizdə. Şimalda Azərbaycan Demokratik Firqəsinin fəaliyyət göstərməsi bu cənubdadır. 1-ci Dünya müharibəsinin gedişində cənubdadır, şimalda deyil. Şimal və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi illəri üçün oxşar cəhəti 1914-1918. Ölkəyə muxtariyyət verilməsi uğrunda mübarizənin aparılması. Bəli, muxtariyyət uğrunda şimalda, cənubda mübarizə aparıb. Milli hökumət təşkil olunub şimalda, cənubda 1920-də götürə bilmərəm. Əyalət əncümənləri cənubdadır. Konstitusiya yoxdur. Dövlət dumalarının seçkilərinin keçirilməsi, bu da 1-ci Dünyadan əvvəldir Azərbaycanda, şimalda. 1900-1903-cü illər dünya iqtisadi böhranı Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Ölkəmizin bir sıra sənaye sahələri böhrana məruz qaldı. Neft sənayesində xırda və orta müəssisələr iflasa uğrayır və böyük müəssisələr tərəfindən udulurdu. İnsanların neft çıxarılmasında pay artırdı. Xarici kapitalistlər yeni neft yataqlarına sahib oldular. Mətndə bəhs olunan dövrə aid doğru fikri müəyyən edək. Neft sənayesinin təmərküzləşmə gücləndi. Bəli, elə bu böhranın nəticəsində Azərbaycan neft sənayesində baş verən hadisədir, doğrudur. Dünyada ilk iqtisadi böhran baş verdi. Bunu bildi. Yəni Azərbaycanda deyil, söhbət Azərbaycandan gedir. Azərbaycanın təsirsiz ötüşmədi bu böhran. Neft sənayesində insanlaşma yaranmağa başladı. 19-un sonudur. Mexaniki alətlərin tətbiq edildiyi ilk istehsal sahəsi meydana gəldi. O mexaniki alətlər 19-da tətbiq olunur. Neft sənayesində ilk xarici kapital nüfuz edir 19-cu əsrdə. Daha əvvəl olmuşdu. Difai 1906, Müsavat 1911, Hümmət 1904, İkinci Dumanın seçkiləri 1907, Gəncədə Müdafiə Təşkilatı 1907. Müdafiə 1907-dədir. Daha əvvəl olanda Hümmət olacaq da C variantı. Hümmət 1904, Müsəlman Gəncliyi 1903, İlk Milli Partiya Şimali Azərbaycanda 1905 Qeyrət, 4-cü Dumanın seçkiləri 1912, Difai 1906. Daha əvvəl olanda burada Müsəlman Gənclik Təşkilatıdır. Azərbaycanda və Almaniyada eyni ildə baş vermiş hadisələri müəyyən edək. Biyarın ləğvi 1870-dir. Bismarckın ölkəni birləşdirməyə başlaması 1862-də gəlir hakimiyyətə. Bakı Fərhəd Deputatlar Sovetinin ilk dəfə yaranması deyirsə 1905, ikinci dəfə yaranması 1917. Şilifen planı 1905. Bunu götürəcəm. Bakıda Azərbaycanlıların soyqırıma məruz qalması 1918, Şimali Alman İttifaqı 1866. Şimali Alman İttifaqı, Hümmət 1904, Şilifen 1905, Difai 1906, Sadova 1866. Xüsusi Cənubi Qafqaz Komitəsi ilə Cənubi Qafqaz Komissarlığının ümumi cəhəti bu qəbula düşən suallardandır. Eyni ildə süqut etməyiblər. Komissarlıq 1918-də, komitə 1917-də süqut edib. Osmanlı dövləti ilə müqavilə bağlayan komissarlıqdır. Rusiyada yaranmış Sovet hakimiyyəti tanımaqdan imtina edir hər ikisi. Birinci Dünya müharibəsi ərəfəsində yox, gedişində yaranıblar. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaları, Azərbaycan Xalq Cümhuriyyəti yarananda bunlar artıq hakimiyyətdə yox idi. 84. Xüsusi Cənubi Qafqaz Komitəsi, komissarlıq 1-ci Dünya müharibəsi illərində yaranıblar. Bəli, elə A variantıdır. Rusiyada yaranmış Sovet rejimini tanımırlar. Osmanlı dövləti sülh müqaviləsini imzalayan komissarlıqdır.
Bakı Xalq Komissarlar Soveti ilə müqavilə bağlamırlar. Eyni ildə süqut etmirlər. Komissarlıq 18-də, Cənubi Qafqaz 17-də. Məntiqi ardıcıllıq Rusiyada fevral inqilabının qələbə çalması, 1917-nin fevralında Çar idarə üsulunun devrilməsi və nəticədə Şimali Azərbaycanda milli azadlıq hərəkatında yeni mərhələ başlayırmı? Bəli, yeni mərhələ başlayır. 1917-1918-də müstəqil dövlətin yaranmasına gətirib çıxarır. Cənubi Azərbaycan Milli Hökumətinin devrilməsi, 1920-dir bu. Cənubi Qafqazda canişinlik sisteminin yaranması 1844-də yaranır. Şimali Azərbaycanda ilk milli siyasi təşkilatların yaranması bundan əvvəldir. Yəni 20-ci əsrin ilk 10 illiyindən yaranmağa başlayır. Rusiya müsəlmanlarının birinci qurultayının çağırılması, birinci qurultay 1905-dir. Yəni əlaqəsi yoxdur, məntiqi uyğunluq düzgün gəlmir. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda 1914-1918 erməni tərəfindən Urmi bəlası törəndi 1918-in martında. Milli hökumət 1920-dir. Xiyabanın rəhbərliyi ilə Təbriz üsyanı 1920-dir. Azərbaycan dili dövlət dili elan olunur 1946 Pişəvər hökumətindədir bu. Xiyabanın rəhbərliyi etdiyi Milli Azadlıq hərəkatı məğlub oldu 1920-dir bu da. Birinci Dövlət Dumasına müsəlman fraksiyasına başçılıq edib, Müsəlman İttifaqının proqramını hazırlayıb, bu Topçubaşovdur. 87 B olacaq. 88 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakterik idi. Neft də çox aktual mövzudur. İstehsalın təmərküzləşmə səviyyəsinin yüksəlməsi, bəli, yüksəlir. Doğrudur. İlk dəfə soyucu sistemi bu 19-cu əsrdə. İlk dəfə neft sənayesinin xarici kapital axını 19-cu yarısı, Balxanın neft mədənlərində işləyənlərin icbari əməyi 19-cu yarısına ləğv olacaq. Neft yataqlarının hərrac yolu ilə satışa çıxarılması, bu da iltisamın ləğvindən sonra 19-cu yarısı. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakterik idi. Neftin daşınmasında ilk dəfə tankerdən istifadə 19-dadır. Neft çıxarılması və emalının inhisarların payının artması artır. Bəli, artır. Bakı Neft Zavodu Sahiblər İttifaqı 1893-dür, 97-də ləğv olacaq. Balxan neft mədənlərində işləyən kəndlərin icbari əməyi 1864-də ləğv olur. Mədənlərlə zavodlar arasında ilk neft kəmərlərinin çəkilməsi, bu da 70-ci illərdir, 19-cu əsrin 70-ci illəri. Uyğunluğu müəyyən edək. Birinci Dünya müharibəsi dövründə Şimal və Cənub 1914-1918 Göyçay yaxınlığında döyüşlər 1918-in iyun ayında olduğuna görə anı götürürəm. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə müqaviləsi 1918-in iyununda da götürəcəm. Qarabağ General Qubernatorluğu 1919-un yanvarındadır, bu aid deyil. Bir tərəf A-B-dir. Cənubi Azərbaycan Azərbaycanlılara qarşı soyqırım siyasəti 1918-in martında var. Təbrizdə ilk əncümənlər bu məşrutə hərəkatıdır, çıxıram bunu. Muxtariyyət uğrunda mübarizə aparıb, bəli, ikisinə mübarizə aparıb şimalda, cənubda. 1AB, 2AC. Difai, müdafiə, müsəlman gəncliyi. Müsəlman gəncliyi 1903, müdafiə təşkilatı. Müdafiə olacaq 1900, deməli, 7-də müdafiə. Difai də olacaq 1906-da. 20-ci əsrin ilk 10 illiyində yaranmışdı. 20-ci əsrin ilk 10 illiyində hər üçünə aiddir bu. Fəaliyyətində Rəsulzadə yaxından iştirak etmişdi müsəlman gəncliyin. İrşad qəzet çap etdirirdi, bu difaidir. Məşrutəyə kömək göstərib, bu da difaidir. Təşkilatın fəaliyyəti Yelizavetpol quberniyasının qərb hissəsi və Borçalını əhatə edirdi. Bu da olacaq müdafiə. 1CD, 2Y, 3B 1C-də 2Y, 3B, 4A. 91 olacaq, deməli B variantı. 92. Müsəlman gəncliyi 1903, Ümmət 1904, Müsavat 1911. Fəaliyyətində Məhəmməd Əmin Rəsulzadə yaxından iştirak etmişdi. Bəli, fəaliyyətində hər üçünün iştirak edib. 4-ə yazıram A. Şimali Azərbaycanın ilk siyasi təşkilatıdır. İlk siyasi təşkilatıdır. Bu olacaq Müsəlman gəncliyi. Mətbuat orqanı Açıq Söz qəzetidir, Müsavat. Azərbaycanın fəhlilər içərisində siyasi iş aparır, Ümmət. 20-ci əsrin ikinci 10 illiyində yaranan Müsavatdır. İkinci 10 illikdə 1911-də yaranıb, bax, ikinci 10 illikdir. Deməli, 92-ci cavab olacaq 1B, 2D, 3C, 4A, B variantı. Talbota qarşı üsyan 1891-də başlayır, 1892-də qələbə ilə bitir. Məşrutə başlayır 1905, 1911 məğlub olur. Xaricilərə verilən imtiyazlara qarşı baş verir ikisi də. Əsas mərkəzlərindən biri Təbriz idi hər iki hərəkatın.
Xarici qüvvələrin köməyi ilə yatırılan məşrutədir. 19-cu əsrin 90-cı illərində baş verən Talbota qarşı Tənbəki üsyanıdır. Qələbə ilə bitən Tənbəkidir. 1DY, 2C, 1DY, 2C, 3AB. 93 olacaq C variantı. 94 Babillər və məşrutə. Babillər 1848-də başlayır, 1852, məşrutə 1905, 1911. Qacarlar sülaləsinin hakimiyyət dövründə ikisi də baş verib A variantı. Hərəkatın gedişində şahın məclis çıxarılması ilə bağlı qərar verməsi məşrutə. Zəncan şəhərinin etiraz çıxışları baş verib ikisində də. Bu arada bu da qəbul sualı olub. Hərəkatın gedişində Təbrizdə hərbi şura yaradılıb. Bu da məşrutədir. Qadın azadlığı ilə bağlı tələblər irəli sürülüb Babillər hərəkatında və Taypinlər hərəkatında. Deməli, nə olacaq burada? 1-ə yazdıq yeni, 2BD, 3AC, 94 olacaq bizdə Y variantı. 95. Şimali Azərbaycan 19-cu yarısı 20-nin əvvəlləri. Dünya neft sənayesinin birinciliyini itirir böhrandan sonra 20-də. İnsanlaşma prosesi başlamışdı 19-un sonları. Duru yanacağı olan tələbatını ödəyir, ikisində də ödəyir onsuz. İqtisadi böhran nəticəsində təmərküzləşmə prosesi sürətlənir 2-də. Xarici kapital ağalıq edir, ikisində də ağalıq edir. 95-ə mən yazacağım 1-ə B, 2A D, 3C Y, D variantı. Fərrux Ağaqayıbov, Fərrux bəy Vəzirov. İlk Azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağaqayıbovdur. Tatar süvari alayının təşkil olunmasında mühüm rol oynayan Vəzirovdur. Qərb cəbhəsində vuruşan aviasiya hissəsində xidmət etmişdi. Qərb cəbhəsində aviasiyada bu Fərrux Ağaqayıbovdur. Polşada Alman qoşunlarını sarsıdıcı zərbə vuran Mehmandarovdur. Petrogradın toplarla müdafiəsini təşkil edən də Əliağa Şıxlinskidir. 1AC olacaq, 2-də B. 96-da 1AC, 2B, D variantı 96. 97. Birinci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlı generaldır. Rusiya imperatorunun yavəri olmuşdu, Naxçıvanski. Petrogradın toplarla müdafiəsi Əliağa Şıxlinskiyə tapşırılıb. Onun başçılıq etdiyi korpus Visla sahillərində Alman qoşunlarını məğlub edib. Bəli, bu Naxçıvanskiyə aiddir. Hərbi topoqraf İbrahim Ağa Vəkilovdur bu. Süvari korpusuna rəhbərlik edibmi? 1916-da rəhbərlik edib Naxçıvanski. İlk Azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağaqayıbovdur. 2-4 D variantı 97. 98. Cənubi Azərbaycanın məşrutə hərəkatı ilə Çində Taypinlərin ümumi cəhəti. Cənubi Azərbaycanın məşrutə hərəkatı 1905, 1911. Çində Taypinlər olacaq 1850, 1864. 1850-1864. Qalibiyyətlə bitməyib, məğlub olub hər ikisi. Xarici qüvvələrin köməyi ilə yatırılıb. Bəli, doğrudur. Çində Taypinlər hərəkatı Fransa, İngiltərə, Amerikanın köməyi ilə, məşrutə Rusiyanın köməyi ilə. Rusiyanın fəal hərbi dəstəyi ilə yatırılan məşrutədir. Eyni əsrdə baş verib. Eyni əsrdə deyil. Biri 10-dadır, biri 19-cu əsrdə. 10 nə idi? Biri 20-ci əsrdə baş verib, biri 19-cu əsrdə. Eyni əsrdə baş verməyiblər, yəni. Müstəmləkəçilər ölkədən tamamilə qovulmayıb. Doğru cavab olacaq 98-də B variantı. 98 B variantı. 99. Evelina gəmisinin tərk silah olması, bu 1918-in mart soyqırımı nəyə nəticələnəcək, hansı hadisə ilə? Cənubi Qafqaz Komitəsinin süqutu ilə. Cənubi Qafqaz Komitəsi bunlardan əvvəl süqut edib, baxın 1917-nin oktyabrında. Məntiqi ardıcılığa uyğun gəlmir. Bakıda Sovet hakimiyyətinin qurulması 1917-nin noyabrında qurulub bu da. Bakı Xalq Komissarlar Sovetinin süqut etməsi bu 1918-in 31 iyulundadır. Çox uzaq düşür. Cənubi Qafqaz Seyminin yaranması 1918 deməli fevralında yaranıb. Bu da aid deyil. Azərbaycanlılar Rusiya dövlətinin daxilində muxtariyyəti inamları sarsıdılır. Bəli, əlbəttə ki, iyi variantı. Şimali Azərbaycanda 1847-1913 aqrar qanunlarına aid ümumi cəhət. Kəndlərin feodaldan asılılığın azad olunması 1870-dədir. Qanunların dövlət kəndlərinə aid olması, dövlət deyil, sahibkar. Qanunlar sahibkarlara aiddir, bəli. Verilən pay torpağının kəndlərin mülkiyyətinə haqqı ödənilmədən keçməsi yox, ödənilirdi. Kəndlərin bəy otlağından istifadə əvəzinə çöpbaşı vergisini ödəməsi bu 47-dir. Doğru cavab 100-də C variantı. Qəzalara aid uyğunluğu müəyyən edin. Şəklini bir də Bakını görürük. 19-cu əsrin ikinci yarısında ərazisində ilk mərkəzləşmiş telefon stansiyası işə salınıb 1886. Bu Bakıdır.
19-un sonunda ərazisində Rusiya imperiyasına aid mis saflaşdıran ilk müəssisənin açılması bu Gədəbəydir, mis saflaşdıran müəssisə. 20-ci əsrin əvvəllərində ipək istehsalının başlıca mərkəzi olan Şəkidir. Ərazisində Şimali Azərbaycanda 19-cu əsrin son rübündə əhalinin sayına görə ikinci böyük şəhər olması bu Gəncədir, ikinci böyük şəhər. Ərazisində Qafqaz Leonu adlanan şəhərin yerləşməsi Qafqaz Leonu, bu da Şəkidir. 1C olacaq, 2A D variantı. 1900 Aqrar Qanunu, 1903 əlavə əsasnamə dövlət kəndlərinə aiddir hər ikisi. Kəndlərə icma torpaqlarından nəsli istifadə hüququnu verən 1900-dür. Vergilərin artmasına gətirib çıxaran 1903 əsasnaməsidir. Kəndlərə çəmən, otlaq meşələrdən pay ayrılması nəzərdə tutulurdu 1903 əsasnaməsində. Nəsli istifadəyə verilən torpaqların dəqiq sahələri müəyyən edilməmişdi. Edilməyibsə bu 1900-dür. Deməli 102-də 1 olacaq BY, 2C'dir, 3A, 102 olacaq Y variantı. 102 olacaq Y variantı, 103. Üçüncü qurultay, Rusiya müsəlmanlarının 3-cü qurultayı 1906. Rusiyanın 1-ci Dövlət Duması 1906. Nijni Novgorod şəhərinə çağırılan 3-cü qurultaydır. 1906-cı il fəaliyyət başlayıb hər ikisi. Seçki əsasında formalaşan Dumadır. Fəaliyyətində Topçubaşovun iştirakı var, ikisində də var. Mərkəzi Komitə adlanan qurumun yaradılması. Mərkəzi Komitə adlanan qurum yaradılıb. Deməli, 3-cü qurultayda, bəli, 1AY, 2C, 3BD olacaq, 103 B variantı. Müsavat difayı. Müsavat 1911, difayı deməli yaranıb 1906. Əsas məqsədi xalqı erməni terroruna müdafiə etməkdir, difaidir bu. 20-ci əsrin 1-ci rübündə yaranıb, hər ikisi 1-ci rübdə. Bir rübümüz 25 ildən ibarətdir, 1901-1925-ci illər aralığı. Bəli, ikisi də yəni 1-ci rübə düşür. Mətbuat orqanı Açıq Söz qəzetidir, bu müsavatdır. Partiyanın xüsusi döyüşçü dəstəsi olub, difaidə olub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaranmışdı. Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaranmışdı. Heç birinə aid deyil. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadə yox, Məhəmməd Əli Rəsulzadə tərəfindən yaradılıb. Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə, bir də Tağı Nağıyev. Məhəmməd Əli Rəsulzadə də bizim jurnalistimizdir. Məhəmməd Əmin Rəsulzadə ilə qarışdırmayın. Məhəmməd Əli Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin əmisi oğludur. Y variantını bir dəqiqə Rəsulzadənin üzərinə xətt çəkməyim. Y variantı yəni heç birinə aid deyil. Doğru cavab 1C olacaq, 2AD, 3B. Rəsulzadə sadəcə Müsavat Partiyasının fəaliyyətində iştirak edib, yaxından iştirak edib, amma yaranmasında yox. Yaranmasında kimlərin iştirak etdiyini bir-bir sıraladı. 1C, 2AD, 3B. 104 olacaq B variantı. 105. Cənubi Azərbaycanın 20-ci əsrin 1-ci yarısı, Şimal 20-ci əsrin 1-ci yarısı. Mütləqiyyətə qarşı hər ikisində əlbəttə ki, çıxışlar var. Məşrutə olacaq 1-ci yarısında Cənubi Azərbaycanda, Qacarlara qarşı mübarizə Cənubi Azərbaycan, Çar Rusiyasının müstəmləkəsi olan Şimal, milli hökumətin yaranması, ikisində də milli hökumət yaranıb 20-ci əsrin 1-ci yarısında. Xiyabani hökuməti və Xacı dövründə hökumətlər 20-ci əsrin 1-ci yarısına aiddir. 1BC, 2D, 3AY. 1BC, 2D, 3AY, 105 olacaq. A variantı 106. 20-nin 1-ci yarısı, 20-nin 1-ci yarısı Şimal, Cənub. Nəşr Maarif Nicat Xeyriyyə Cəmiyyətləri 1906-da Şimalda yaranıb. Milli hərəkata qarşı mübarizədə mövcud rejimin ermənilərdən istifadə etməsi, bəli, Şimalda da, Cənubda da erməni fitnəkarlığı var. Dövlətin konstitusiyalı monarxiya elan edilməsindən sonra şəhərdə nümayəndəli seçkili orqanın yaranması 1906-da əncümənlər Cənubi Azərbaycanda məşrut hərəkatında yaranıb. Baş verən etiraz hərəkatında siyasi tələblərin yer alması, əlbəttə ki, hər ikisində siyasi tələblər yer alır. Hökumətə təqdim edilmək üçün ərz halların hazırlanması 1905-də Şimalda hazırlanıb. 1C, 2AY, 3BD, A variantı 106-da. 107. Çar hökumətinin 1905-ci il Şimali Azərbaycanda gördüyü tədbirlər. Bakı general qubernator vəzifəsini yaratdı, bəli yaratdı 1905-də. Ermənilərin əli ilə əhali divan tutdu. Yezavetpol quberniyasında və Zaqatala dairəsində hərbi vəziyyət elan olundu. Yox, bu dövrdə hərbi vəziyyət Bakıda elan olunmuşdu. Komendant idarə üsulu yaratdı. Yox, komendant idarə üsulu 1840 10 aprel inzibati islahatında ləğv oldu. 1 və 2 olacaq 107-nin cavabı. 108. 2-ci Rus inqilabının qələbəsindən sonra Şimali Azərbaycanda baş vermiş hadisələr.
yəni 1917 fevral burjua inqilabından sonra Bakı Fəhlə Deputatlar Soveti yenidən öz hakimiyyətini bərpa etdi. 1917 noyabr ayında bərpa edibsə 1 götürəcəm. Gəncə şəhərində ilk milli partiyanın yaranması, bu Qeyrət Partiyasıdır, 1905 əlaqəsi yoxdur. 1 olacaq. Bakıda Qafqaz müsəlmanlarının qurultayı 1917-nin aprel ayında keçirilib Qafqaz müsəlmanlar qurultayı olar. Neft sənayeçilərlə fəhlələr arasında ilk kollektiv müqavilədə Mazut Konstitusiyası 1904-dür, bu aid deyil. 1-3 olacaq 108-in cavabı. 109 Ziyad Xanov 2-ci Dövlət Dumasına deputat seçilmişdi. 2-də yox, 1-də. 1-ci Dövlət Duması 2. 1-ci Dünya Müharibəsi illərində Müqəddəs Georgi ordeni verilmişdi. Bu Fərux Ağaqayıbovdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirlərindən biri idi. Yox, hərbi nazirlərimiz, ilk hərbi nazirimiz olub AXC dövründə Xosrov Paşabəy Sultanov, sonra Fətəlxan Xoyski, daha sonra isə Səməd bəy Mehmandarov olacaq. 4-ə çıxıram. Bu Brok bəyannaməsini imzalayıb. Vibor bəyannaməsini imzalayıb. Doğrudur. Topçubaşov da imzalayıb, Ziyad Xanov da imzalayıb. 2 və 5. 2-5 olacaq 109-un cavabı. 110. 20-ci əsrin ilk 10 illiyində Şimali Azərbaycanın neft sənayesi üçün Səciyyev idi. Neft mədənlərində kəndlilərin məcburi əməyinin ləğv olunması 19-cu əsrdə. Neft sənayesində xarici və rus kapitalistlərinin ağalıq etməsi edir. Zərbə üsulu ilə neft quyularının qazılmasının başlanması 19-cu əsrdə. Nobel qardaşları şirkətinin yaranması 1876-da 19-cu əsrdə. İstehsalın təmərküzləşmə prosesi güclənir, bəli, 20-də güclənir. 2-5, 110-un cavabı. 111, 20-ci əsrin əvvəlində Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti üçün Səciyyevidir. Zaqatala dairesində feodal asli münasibətlərinin ləğvi 1913-də ləğv olub. Bunu götürə bilərəm. Təbrizdə seçili orqanların əncümənlərin yaranması şimalla bağlı deyil, cənubla bağlıdır. Sahibkar kəndlərin mükəlləfiyyət daşımaqdan azad olması, bəli, 12-13 aqrar qanunlarıdır. Kənd əhalisinin əsasən torpaqsız yardar kəndlərdən ibarət olması yardar cənubdur. Hərbi verginin tətbiq olmağa başlaması 1887-19-cu əsrdə. 1 və 3, 111-in cavabı. 112, 1912 aqrar qanununa görə dövlət kəndlərinə aid deyil, çıxıram görən kimi. Kəndlərin pay torpağını satın alması məcburi idi. Satın alıb xüsusi mülkiyyətə keçirməli idi mütləq. Dövlət torpağını satın almaq üçün kəndliyə pulla yardım göstərirdi. Zaqatala dairesində feodal asli münasibətləri ləğv edildi. Feodal asli münasibətlər 1913-cü ildə ləğv oldu. Sahibkar kəndlər mükəlləfiyyət daşımaqdan azad oldu. Bəli, müvəqqəti mükəlləfiyyətli vəziyyətindən çıxdılar. 2, 3, 5 olacaq 112-nin cavabı. 113. Aqrar qanunu yenə də dövlət kəndlərini çıxıram. Əkinçilik üçün yararsız olan torpaqların kəndlərin mülkiyyətinə pulsuz keçməsi keçirdi. Kəndlərə çəmən otlaq, meşə torpaqlarını satın ala bilmə hüququ verilmirdi, satın ala bilməzdilər. Kəndlərə pay torpağını satın almaq üçün dövlət xəzinəsindən pul ayrılırdı. Su arxları mülkədarların xüsusi mülkiyyətindədir. Bəli, kəndlərin yox, mülkədarların. İndi düz yazıb. 2, 4, 5, 113, 2, 4, 5, 114. 20-ci əsrin əvvəlləri Bakı şəhərinin səciyyəvi cəhətlərini müəyyən edirik. Bir sıra siyasi partiya təşkilatlarının mərkəzləri burada yerləşirdi əlbəttə. Şimali Azərbaycanda kapitalist münasibətlərini yalnız bu şəhərdə, yox digər şəhərlərdə də inkişaf edirdi, digər şəhərlərimizdə də. Misərtmə sənayesi üçün ilk su elektrik stansiyası burada tikilmişdi. Bu Gədəbəydir. Neft sənayesi kapitalının mərkəzləşməsi səviyyəsinə görə dünyada ön sırada idi, bəli. Şəhər özünün idarəsinin ilk dəfə tətbiq olunması 1878-dir, bu 19-cu əsrdə. 114, 1 və 4. 115. Bakı yenə 20-nin əvvəlləri. Fəhlələrin ümumi tətilin baş verməsi, bəli, ümumi tətil baş verib 20-ci əsrin əvvəllərində. Ümumi tətillər olub. Cənubi Qafqaz ipək emal sənayesinin əsas mərkəzi Şəkidir. Cənubi Qafqazda ilk dəfə birjanın yaranması 19-da 1886 birja. İlk dəfə ticarətin yarmarka forması 1887-dir Bakıda. Rusiyanın və dünyanın neft sənayesinin mərkəzi idi, bəli. 20-nin əvvəlləri Bakı şəhərinin səciyyəvi xüsusiyyətləri. İri inhisarların fəaliyyət göstərməsi göstərirdi, bəli. Ticarətin yarmarka forması 1887-dir, bu 19-cu əsrdə. Bakı-Tiflis dəmir yolu 1883-19-cu əsrdə. Türk müsəlman əhalinin qırğınlara məruz qalması 1905-dir, götürəcəm bunu. Şimali Azərbaycanda kapitalist münasibətlərin yalnız bu şəhərdə, yox, digər şəhərlərimizdə də kapitalist münasibətlər inkişaf edirdi. Doğru cavab 1 və 4 olacaq, 116-da. 117. Xəlilbəy Xas Məmmədov 2-ci Dövlət Dumasının deputat seçilən ziyalılardan idi. Bəli,
2-də də 3-də də var. Birinci Dünya müharibəsində Müqəddəs Georgi ordeni təltif olunmayıb. Azərbaycan Çar hökumətinə təqdim etdiyi ərz halları hazırlamışdı Topçubaşovdur. Müsavat partiyasının yaradıcılardan biri deyil. Cənubi Qafqaz müsəlmanlarından 3-cü Dövlət Dumasına deputat seçilmişdi. Bəli. 117 olacaq, 1 və 5. 118. Şimali Azərbaycan 20-nin başlanğıcında neft sənayesinə aid olsun. İnsarların mədrəsə neymiş? Mədənlərdə texniki yenilikləri tətbiq etməyə başlaması. Texniki yeniliklər 19-dan tətbiq olunur. Neft emal sənayesinin yaranması bu da 19-da yaranıb. Kapital qoyuluşunun davam etməsi və davam edir. Dünya iqtisadi böhranı illərində istehsalın təmərküzləşməsinin güclənir. Düzdür. Ardı yoxdur? Yoxdur. 119. Şimali Azərbaycanın iqtisadiyyatının 19-cu əsrin ikinci yarısı 20-nin əvvəllərinə aid ümumi cəhətləri. 19-un ikinci yarısı 20-nin əvvəlləri. Açıq dənizin neft çıxarılması bu artıq 20-ci əsrin ortalarıdır. 1949. Bakının əsas şəhərdə olması bəlkə əsas şəhərdir. Sənaye ölkəsi deyilik, aqrar ölkəyi və yenidən qurmalar dövründə sənayeləşmə xəttində aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcək Bakı, Azərbaycan. 2-ni götürəcəm, 3-ü götürə bilmərəm. Xarici şirkətlərin neft sənayesində kapital qoyması, bəli, 19-un sonunda 20-nin əvvəlləri də Nuxa şəhərinin əsas ipəkçilik mərkəzi olması, bəli, əsas ipəkçilik mərkəzidir Nuxa. 2, 4, 5. 119, 2, 4, 5 sənayeni yadda saxlayın. Sənaye ölkəsi deyilik, aqrar ölkəyi və sənayeləşmə xəttində aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcək Azərbaycan. 120. Cənubi Qafqaz Seyminin mövcudluğu dövrünə uyğun gəlir. Cənubi Qafqaz Seymi 1918-in fevralında yaranıb, 1918-in mayında fəaliyyətini dayandıracaq. İstiqlal bəyannaməsi imzalanıb 1918-28 mayında. Onda Seym yox idi, çünki 26 mayda fəaliyyətini dayandırmışdı. Bir olmayacaq. Cənubi Qafqaz Müstəqil Federativ Respublikasının yaranması, bu da 1918-ci il 22 aprelində yaranıb. Olacaq, 2-ni götürəcəm. Amerikanın 1-ci Dünya müharibəsinə qoşulması, bu 1917-ci ildir. Götürməyəcəm. Osmanlı dövlətinin 1-ci Dünya müharibəsindən çıxması, Osmanlı çıxıb 1-ci Dünyadan 1918-in oktyabr ayında, yox bu aid deyil. Bolşevik daşnaq qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirilməsi, mart soyqırımı olub, deməli 1918-in martında olub da mart soyqırımı. 2-5-i götürəcəm. 2-5, 120 də bizim cavabımız olacaq. 121. Cənubi Qafqaz Seyminin mövcudluğu dövrü. Yenə də 1918-in fevralı, 1918-in mayın 26-sı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması. Xalq Cümhuriyyətinin elan olunması 1918-28 mayda. Bunu çıxıram. 26 mayda fəaliyyətini dayandırıb. Bakı Xalq Komissarlar Sovetinin yaranması 1918-in deməli, aprelin 25-indədir. Artıq çox yordu məni bu illər. 2 olacaq. Almaniyanın 1-ci Dünya müharibəsinə qoşulması 1914-dür. Rusiyanın 1-ci Dünya müharibəsinə rəsmən çıxması 1918-in martındadır. Bu 4 olacaq. Sentrokasp diktaturasının süqutu da Sentrokasp 1918-in avqustun 1-də yaranıb, 1918-15 sentyabrda süqut edib. Yox, burada yoxdur Seym. 2 və 4. 121, 2 və 4. 122. 20-ci əsrin əvvəlləri Şimali Azərbaycanın iqtisadiyyatı üçün xarakterikdir. Neft sənayesinin təmərküzləşmə prosesinin güclənməsi, bəli, güclənir. Neft sənayesinin iltisam sisteminin ləğv olunması 19-un ikinci yarısı. Qalakən mis saflaşdırma zavodunun bağlanması 1906. 3-ü götürəcəm. Neft sənayesində mexaniki zavodların yaradılmasına başlanması bu 19-cu əsrdə. 1 və 3. 122-nin cavabı 123. Ziyadxanlı Müdafiə Təşkilatının fəxri sədridir. Rus imperatorunun təqdim edilən ərz hallarının hazırlanması Topçubaşov. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ilk sədri olması Topçubaşovdur. Dövlət Dumasının deputat seçilib birincdədir, bəli, birinci Dumada Dövlət Dumasındadır Ziyadxanlı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri deyil, ilk hərbi nazirimiz Xosrov Paşa bəy Sultanovdur. Deyirəm, amma götürürəm cavabı 4 aid deyil. Birinci Dövlət Dumasının buraxılmasına etiraz etmişdi. Bəyannamədə etiraz etmişdi, bəli. 3 və 5-dir. 123-ün cavabı 3 və 5. 124. Əlimərdan bəy Topçubaşov 1-ci Dövlət Dumasının deputatıdır. Difai partiyasının əsasını qoymayıb. Əhməd bəy Ağayevdir. Vubor bəyannaməsinin imzalayıb.
Azərbaycan Milli Şurasının sədri Rəsulzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetinin rəhbəri olan Xoyskidir. Rus imperatoruna təqdim olunan ərz hallarının hazırlanması 1905-də aiddir. 2 və 5 Topçubaşova aiddir. 25. Siyasi təşkilat və partiyalarla bağlı doğru cavablar. Müsəlman Gənclik Təşkilatı İsmail xan Ziyadxanlı deyil, Rəsulzadədir. 1 yanlışdır. Difai Əhməd bəy Ağayev 1906 doğru gəlir. Hümmət Məhəmməd Əmir Rəsulzadə 1904 doğrudur. Müdafiə Fətəlxan Xoyski deyil. Müdafiə İbrahim Ağa Vəkilovdur. 1907-dədir amma. Düzdür. 7 düzdür, amma qurucusu yanlış verilib. 2 və 5-dir doğru cavab burada. 125, 2 və 5. 2 və 3 üzr istəyirəm. 2 və 3. 126. Məktəb nizamnamələrinin uyğunluğunu müəyyən edirik. 1912 birlə gəlirəm. Şəhər məktəbləri əsasında yeni məktəblərin yaranması doğrudur. 1829 3 artıq doğru olmayacaq. 4-dən gəlirəm. İbtidai dövlət məktəbləri yaranıb. 1829-da bəli yaranıb. 74-də də İbtidai kənd məktəbləri, xalq məktəbləri, bəli. 1 olacaq. 4 olacaq və 5. 1, 4, 5. 127. 2-ci Rus-Qacar 1-ci Dünya müharibələri dövründə Cənubi Azərbaycan. Rusiya müstəmləkəsi kimi qalmışdı? Yox. Ərazisi hərbi əməliyyatlar meydana çevrilmişdi. Mərkəzi Asiya Qazaxıstana sürgün edilməyib. Qacar şahları tərəfindən idarə olunurdu, bəli, hər iki dövrdə. Çarizm ağalığına qarşı silahlı üsyan qaldırılmışdı? Yox. 2 və 4 olacaq cavab. 127-də 2 və 4. 2 və 4, 128. Şimali və Cənubi Azərbaycanın 20-ci əsrin 1-ci rübünə aid ümumi cəhətləri. Dövlət müstəqilliyinin ingilislərin köməyi ilə bərpa olunması, yox, nə əlaqəsi? Əhalinin soyqırıma məruz qalması, məruz qalmama. Bəli, 1918-də hər ikisi məruz qalıb. Müstəqilliyi Antana dövlətləri tərəfindən tanınması, bu Şimali Azərbaycandır. Milli hökumətin yaranması, bəli, hər ikisində milli hökumət yaranıb. 20-ci əsrin 1-ci rübündə doğrudur. 4 doğrudur. Osmanlı dövləti hərbi ittifaqının yaranması Şimali Azərbaycandadır. 2 və 4 olacaq 128-in cavabı. 129. 1-ci Dünya müharibəsi illərində, indi bizə 1-ci Dünya müharibəsini şərt qoyub, 1914, 1918, Şimal və Cənubun ortaq cəhəti. Muxtariyyət uğrunda mübarizə var hər ikisində. İngilis qoşunları ölkəyə daxil olub, Osmanlı da daxil olub. 2. Milli hökumətin təşkili, amma 1-ci Dünya müharibəsində milli hökuməti Şimala yazın, Cənuba yox. Cənubda 1920-də yaranıb milli hökumət. Osmanlı qoşunları daxil olub, Sovet ordusu tərəfindən tamamilə işğal olunan Şimaldır, Cənub yox. 1, 2, 4. 129 olacaq 1, 2 və 4. 130. Şimali Azərbaycanın 19-cu əsrin sonu neft və 20-ci əsrin əvvəlləri mis sənayesi üçün ümumi cəhətləri neft, mis. Sovet Rusiyası tərəfindən istismar edilməsi, bəli, istismar edilirdi. Xarici kapital əsasında inkişaf edirdi. Bir dəqiqə, Sovet Rusiyası yazıb, bir dəqiqə. Sovet Rusiyasına diqqət etmədim, çünki Çar Rusiyası idi. Biri götürməyəcəm, bir heç. 19-un sonu, 20-nin əvvəlləri neft və mis sənayesi. 19 verdiyinə görə mən Soveti götürə bilmərəm. Xarici kapital əsasında inkişaf etməsi 2 doğrudur. Yalnız milli kapital əsasında yox, xarici kapital var. Texniki yeniliklərin tətbiq olunması, tətbiq olunur, bəli. Hazır məhsulun yalnız Rusiyaya bazarına ixrac olunması yox, digər xarici bazarlara da ixrac olunurdu. 130 olacaq 2 və 4. 1827-ci il və 1915-ci ildə baş vermiş hadisələrin ümumi cəhətləri. Ruslar Təbrizi işğal edir, hər iki ildə işğal edib. Növbəti Rus-Qacar müharibəsi başlayır, yox, 28-də bitir, yoxdur. Çar Rusiyasının Qacarlar dövlətinin ərazisində qoşun yeritməsi 15-də yeridir, 27-də də yeridir, bəli. Azərbaycan xanlıqlarının ləğvi 27-də, 15-də yoxdur, 15-də ümumiyyətlə yoxdur, 27-də də yoxdur. 28-də var, o da Naxçıvan İrəvan ləğv olur, erməni vilayəti yaranır. Növbəti Osmanlı-Rus müharibəsinin başlaması yox. Doğru cavab 1 və 3. 132. Bakıda ilk açıq siyasi nümayişin baş verməsi 1902. Cəfərovun 4-cü Dövlət Dumasının deputat seçilməsi 1912. Gəncədə Müdafiə Təşkilatının yaranması Müdafiə 1907. Müsavat 1911. Doğru cavab 132-də olacaq 1, 3, 4, 2. 1, 3, 4, 2.
Hümmət olacaq 1904, Müsəlman Gəncliyi 1903, Xas Məmmədovun 3-cü Dumaya deputat seçilməsi 1907, Nijni Novgorodda Ümumi Müsəlmanlarının 1-ci qurultayı 1905. Doğru cavab 2, 1, 4, 3. 133, 2, 1, 4, 3. Müsavat 1911, Hümmət 1904, Xüsusi Cənubi Qafqaz Komitəsi yaranır 1917-nin martında, Bakı Xalq Komissarlar Sovetinin yaranması 1918-in aprelin 25-də. 134 olacaq, 2, 1, 2, 1, 3, ən son 4. Qeyrət Partiyası, Qeyrət 1905, Müsavat 1911, Xüsusi Cənubi Qafqaz Komitəsi 1917 martı, 2-ci Duma seçkiləri 1907. 135-in cavabı olacaq 1, 4, 2, 3. 1, 4, 2, 3. Cənubi Qafqaz Seyminin yaranması 1918-in fevralında, Xüsusi Cənubi Qafqaz Komitəsinin yaranması 1917-nin martında, Cənubi Qafqaz Komissarlığının yaranması 1917-nin fevralında, Azərbaycan müstəqilliyinin elan olunması, üzr istəyirəm, komissarlıq yaranır 1917-nin noyabrında. Azərbaycan müstəqilliyinin elan olunması 1918-in mayında. 136-nın cavabı olacaq 2, 3, 1, 4. 2, 3, komitə, komissarlıq, Seym və müstəqillik. 137. Bakı Xalq Komissarlar Sovetinin yaranması, komissarlıq olacaq 1917-nin noyabrında, Trabzon konferansının işə başlaması, bu mart-apreldir, Trabzon 1918-in, Cənubi Qafqaz Seyminin yaranması 1918-in fevralında, Ərzincan müqaviləsi 1917-nin 5 dekabrında. 137 olacaq 4, 3, 2, 1. 137, 4, 3, 2, 1. Cənubi Qafqazda dövlət kəndlərinin icma torpaqlarının nəsli istifadə hüququnun alması haqqında qanun 1900-dür. Cənubi Qafqaz quberniyalarının torpaqların məcburi sürətlə satın alınması haqqında qanun 1912. Şimali Azərbaycan dövlət kəndlərinin bir yerdən başqa yerə köçü ləğv olur 1853. Kənd cəmiyyətləri ictimai idarəsi haqqında əsasnamə 1865. 138-in cavabı olacaq 3, 4, 1, 2. 3, 4, 1, 2. 139. Bakıda ilk dəfə Fəhlə Deputatlar Soveti yaranıb. İlk dəfə deyirsə 1905 götürürük. Azərbaycanda 2-ci Dövlət Dumasına seçkilər 1907, Mazut Konstitusiyası 1904, Müsavat 1911. 139-un cavabı olacaq 3, 1, 2, 4. 3, 1, 2, 4. Cənubi Azərbaycanın məşrut hərəkatının başlaması 1905, difai 1906, Müsavat 1911, 1, 2, 3 ardıcıl gedəcək. Müzəffərəddin Şah Qacarın Konstitusiya haqqında fərmanı 1906, Bakıda Hümmət 1904, 4-cü Duma seçkilərin keçirilməsi 1912. 2, 1, 3 olacaq 141-in cavabı 2, 1, 3. Rusiya müsəlmanlarının Moskva qurultayı. Moskva qurultayı 1917-nin may ayında olacaq. 4-cü Dövlət Dumasının seçkilərinin keçirilməsi 1912, Qalakənd zavodunun bağlanması 1906. 3, 2, 1 olacaq 142-nin cavabı 3, 2, 1. Bakı Xalq Komissarların Sovetinin süqutu bu olacaq 1918-in iyulunda. 1918-in iyulunda Türk Ədəm Mərkəzi Partiyası yaranır 1917-də, difai 1906. 3, 2, 1 də olacaq 143-ün cavabı. Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirilməsi 1917-nin deməli aprelindədir. İlk ərz halları 1905-dədir. Bakıda Sovet hakimiyyətinin qurulması 1917-nin noyabrındadır. 2 olacaq cavabımız 144-də. 1 və 3. 2, 1, 3. Rusiya müsəlmanlarının 1-ci qurultayı 1905. Müsavat Partiyasının 1-ci qurultayının keçirilməsi 1917. Oktyabrda 2-ci Dövlət Dumasının qovulması 1907. 145-də cavab 1, 3 və 2. 1, 3, 2. 146. Azərbaycanda 2-ci Dumaya seçkilər keçirilir 1907-də. Türk Ədəm Mərkəzi Federalistlər Partiyası 1917-də yaranır. Difai isə 1906-da. 3 olacaq bizdə 1, 2.
3, 1, 2, 146'nın cavabı 147. Sarıqamış yaxınlığında döyüş 1914, 1915. 4-cü Dövlət Dumasının seçkiləri 1912. Bakıda Qafqaz Müsəlmanları Qurultayı 1917-nin aprelində keçirilib. Olacaq 2, 1, 3. 147. 2, 1, 3. Gəncədə Müdafiə Təşkilatının yaranması 1907. Bakıda İctimai Təşkilatların İcarəyə Komitəsinin yaranması 1917. Açıq Söz qəzetinin nəşrə başlaması 1915. 1, 3, 2. 148, 1, 3, 2. 149. Səməd bəy Mehmandarov, Fərux Ağa Qayıbov. Çarın yeganə müsəlman Yavər Naxçıvanskidir. Polşada Alman qoşunlarına zərbə vuran Mehmandarovdur. Hərbi təyyarəçi Fərux Ağa Qayıbovdur. Petrograd toplarla müdafiəsində rəhbərlik edən Şıxlinskidir. Ordu qərargahında döyüş xəritələrinin hazırlanması işini cəlb olunan İbrahim Ağa Vəkilovdur. Doğru cavab 1 olacaq. B, 2C. 1865-ci il, 1900-cü il, 1912. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun qəbul olunması bu 1900-dür. Cənubi Qafqaz quberniyalarının torpaqların məcburi sürədə satın alınması haqqında qanun 1912-dir. Vahid kənd idarəsi 65-dir. Dövlət kəndlərin bir yerdən başqa yerə köçü 1853-dür. Şamaxı quberniyasında yaşayan sahibkar kəndlərinin icma torpaqlarından nəsli istifadə hüququ verilir. Şamaxı quberniyası yoxdur. Şamaxı quberniyası 1846-dan mövcud olub 1859-a qədər. Ona görə doğru cavab olacaq 1C, 2A, 3B. 1C, 2A, 3B. 151. Dövlət kəndlərinin icma torpaqlarının nəsli istifadə hüququnun verilməsi bu 1900 islahatıdır. Zaqatala dairəsində sahibkar kəndlərinin feodal asılılığının azad olması 1913-dür. Qalakənd əritimə və saflaşdırma zavodu bu olacaq bir dəqiqə. 1883. Kəndlərə 5 desiyatin yaralı torpağın verilməsi haqqında qanunun qəbul olunması. Bu torpaq verilməsi haqqında qanun 47-70 nədir? Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının müsadirə olunması. Xəzər vilayəti bu dövrdə yoxdur. Xəzər vilayəti 1840 10 aprel inzibati islahatına əsasən yaranıb. 1846 14 dekabr fərmanına əsasən ləğv olub. Doğru cavab 1C, 2A, 3B. 152. 1903, 1912, 13 aqrar qanunları. Kəndlərin 20 il müddətinə dövlət xəzinəsinə borclu olacaqlar. 12-13-də. Sahibkar kəndlər feodal asılılığının azad edilməsi barədə ilk qanun 1870. Sahibkar kəndlərinə aid olan 12-13. Dövlət kəndlərinə aid olan 1903. Dövlət kəndlərinin bir yerdən başqa yerə köçü burada yoxdur. 1853-cü ildə olub. 152 olacaq. 1D, 2A, C. Cənubi Qafqaz dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun 12-13 aqrar qanunları. Sahibkar kəndlərinə ümumi mülkədar tabelisi adı verilir. 1846 reskripti. A-nı çıxacam. Kəndlilər icma torpaqlarının nəsli istifadəni alır. Dövlət torpaqları haqqında qanunda dövlət kəndlərinə aiddir bu qanun. Kəndlər mükəlləfiyyət daşımaqdan azad olur 12-13-də. Kəndlərə başqa sahibkarın yanına köçmə hüququ verilir. Yəni belə bir maddə yoxdur qanunlarda. 1B-C-dir 153-də, 2D-dir. Mehmandarov, Naxçıvanski, Şıxlinski. Nə verib bizə? Georgi silahı ilə təltif olunan, silahla təltif olunan Mehmandarovdur. Rusiya ordusuna çarın yeganə müsəlman yavəri Naxçıvanskidir. Döyüş əməliyyatları xəritəsi hazırlanmışdı. Bu İbrahim Ağa Vəkilovdur. Peterburqun toplarla müdafiəsinə rəhbərlik edən Şıxlinskidir. Hərbi təyyarəçi Fərux Ağa Qayıbovdur. Deməli, 1 olacaq A, 2B, 3D. 1A, 2B, 3D. Şıxlinski, Qayıbov, Mehmandarov. Azərbaycanın ilk hərbi təyyarəçisi olmuşdu. Fərux Ağa Qayıbovdur bu. Brilyantla bəzənmiş Georgi silahına təltif olunan Mehmandarovdur. Birinci Dünya müharibəsi illərində Petrogradın toplarla müdafiəsi Şıxlinskidədir. Döyüş əməliyyatlarının xəritəsini hazırlayan İbrahim Ağa Vəkilovdur. Polşadakı hərbi əməliyyatlar zamanı Sovet ordusunu mühasirəyə düşməkdən xilas etmişdi. Yox. Deməli, Səməd bəy Mehmandarov Polşada hərbi əməliyyat zamanı Çar Rusiyasının ordusunu mühasirəyə düşməkdən azad edir. Amma Sovet Rusiyası deyil. Sovet Rusiyası qurulacaq, deməli, 1917-ci ilin oktyabr çevrilişindən sonra. Ona görə diqqətli olmaq lazımdır. 155-də olacaq 1C, 2A, 3B. 156.
1870, 1900 Cənubi Qafqaz Dövlət Kəndlilərinin torpaq quruluşu haqqında qanun. Sahibkar kəndlilərə mülkədar tabelisi adının verilməsi 1846 6 dekabr reskriptidir. Sahibkar kəndlilərin feodal asılılığının azad olunması 1870-dir. Dövlət kəndlilərinin icma torpaqlarının nəsli istifadənin verilməsi 1900-dür. Sahibkar kəndlilərinin müvəqqəti mükəlləfiyyətli münasibətlərinin azad olunması 1912-13 aqrar qanunlarıdır. İlk dəfə kəndliyə 5 desiatın torpağın verilməsi nəzərdə tutulur 1847-də. Doğru cavab 1B, 2C. Və nəhayət sonuncu sualımız 70-1903 əsasnaməsi ilə bağlıdır. Ali müsəlman təbəqəsinin imtiyazlarının tanınması. Ali müsəlman təbəqəsinin imtiyazları tanınır 1846 reskriptində. Dövlət kəndlilərinin icma torpaqlarının nəsli istifadə hüququ verilir 1900 islahatına əsasən. Ona görə mən bunu da götürə bilmərəm. Bu 1900-dür. Dövlət kəndlilərinə çəmən, otlaq, meşələrdən pay ayrılması nəzərdə tutulur. Bu 1903 dövlət kəndlilərinə aid qanundur. Sahibkar kəndlilərinin müvəqqəti mükəlləfiyyətli münasibətlərinin azad olunması 1912-13 aqrar qanunlarıdır. Kəndliyə 5 desiatın yararlı torpaq sahəsinin verilməsinin təsdiq olunması, verilməsinin təsdiq olunması ilk dəfə verilir 1847 islahatında, təsdiq olunması 70-də bəli olacaq. 1Y olacaq, 2C. Bu qədər əziz dostlar, növbəti test izahlarında görüşərik.